Bu hissə isə qadın cinsinə nədir? Aiddir. Lən yansura, o kişi əsla yardım etməyəcək. Lən yansura, o iki kişi əsla yardım etməyəcək. Lən yansuru, o kişilər əsla yardım etməyəcəklər. Sonra keçirik qadın cinsinə, üçüncü şəxsə. Lən tənsura, o qadın əsla yardım etməyəcək və yaxud heç, əslanın yerinə heç də demək olar. Heç yardım etməyəcək. Lən tənsura, o iki qadın əsla yardım etməyəcək. Lən yansurna, o qadınlar yardım etməyəcəklər. İndi keçirik ikinci şəxsin təkinə, təsniyəsinə və cəminə. Burada bu xəttəki, yəni buradakı olan, demək, şaquli xəttəki təsriflər kişi cinsinə aiddir. Bunlar isə qadın cinsinə aid olacaqdır. Lən tənsura, sən kişi yardım etməyəcəksən. Lən tənsura, siz iki kişi əsla yardım etməyəcəksiniz. Lən tənsuru, siz kişilər əsla yardım etməyəcəksiniz.